Azərbaycan bayrağı altında üzən, göyərtəsində 4 nəfər Azərbaycan vətəndaşının olduğu balıqçı gəmisi Türkmənistan tərəfindən Xəzər dənizinin Türkmənistanın daxili sularından 35 dəniz mili aralıda saxlanıb və Türkmənbaşı limanına aparılıb. Gəmi oktyabrın 21-də saxlansa da hələ də heyət üzvləri ilə əlaqə saxlamaq mümkün olmayıb. Rasiya vasitəsilə axırıncı dəfə 21 oktyabr saat 11-12 radələrində açıq efirdə demişlər ki, bizi Banka Livanov'da tutublar, bizi aparırlar. Bayaq da qeyd elədim, həmin o Banka Livanov neytral ərazidir, neytral sulardır. Gəmidə heç bir qeyri-qanuni ov ləvazimatı, silah-suruxat, narkotik maddə heç bir şey olmamışdır. Əvəz Babayevin sözlərinə görə Türkmənistan sərhədçiləri gəmini saxlayan zaman gəminin jurnalında heç bir qeyd aparmayıblar. Beynəlxalq qanunlara görə isə istənilən dövlətin sularında gəmi saxlanılarsa, bu zaman həmin dövlətin dəniz sərhədçisi gəminin jurnalında qeyd aparmalıdır. Həmçinin gəmi saat 11 radələrində saxlanılsa da Türkmənistan sərhədçiləri öz ölkələrinə axşam saatlarında xəbər veriblər. Qeyd edək ki, gəmi 2011-ci ildə qeydiyyatdan keçib və 2016-cı ilədək üzmə hüququ var. Azərbaycan bayrağı altında üzən PTR-50 tipli Uran balıqçı gəmisi bu ilin 18 oktyabrında Xəzər dənizində bütün liman nəzarətindən və sərhəd xidmətinin komissiyasından keçib və Kilkə balığının ov rayonlarında olmasını yoxlamaq üçün çıxıb. İlkin Həsənov, Emin Qaraşlı, Vəfa Şəhlayi, ANS.